Salam, axşamınız xeyir, hörmətli tamaşaçılar. Vətənpərvərlik ana laylaları ilə başlayır. Körpə böyüdükcə onu torpağa, elə obaya bağlılığı, vətənə əskər olmağın ülvülülüyü haqqında düşüncələri daha da dolğunlaşır. Vətənpərvərlik tərbiyəsi hər şeydən əvvəl vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumaqdır. Səməd Vurğun belə ifadə etmişdi: xalq eşqi, vətən məhəbbəti insanın həyat nəfəsidir. Hörmətli tamaşaçılar, bugünkü mövzumuz vətənpərvərlik haqqında olacaqdır. İlk öncədən istərdim qonaqlarımızı sizlərə təqdim edim. Ehtiyatda olan mayor, 2-ci qrup Qarabağ əlili, keçmiş Tərtər batalyonunun komandiri Pənah Məmmədov. 2 qat üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi Polkovnik Füzuli Musayev. Psixoloq Elşad Səfixanov və xalqın sevimlisi Səyyad Əlizadə. Sözü verək musiqiyə, vətən haqqında nəğmələr, əsərlər yaranır. Vətənə aid nəğmələrin ifaçılarından biri də sizsiniz. Bu da sizin vətənə sevginizdən irəli gəlir. Bugün bizə ifadə edəcəyiniz vətənə aid mahnı nə olacaqdır? Əvvəla təşəkkür edirəm Elvan xanım. Gözəl verilişə, gözəl axşama dəvət eləmişsiniz. Minnətdaram. Gözəl bir mövzu qoymuşsunuz. Vətənpərvərlik mövzusu. Vətənin xalqını sevən hər bir sənətçi, yəni bu mövzuda mahnılar ifa eləməlidir. Çünki çox vacibdir. Mən qonaqlarımızı da salamlayıram. Çox gözəl insanlar dəvət eləmişsiniz. Və bugün mənim ifa edəcəyim mahnı Canım Gözüm Azərbaycanım adlanır. Sözləri Gülnar xanımın, musiqisi mənə aiddir. Aranjmanı isə Sadiq xana aiddir. Buradan müəllifləri də salamlayıram. Buyurun. Canım gözüm benim Azərbaycanım, şirin sözüm benim Azərbaycanım. Canım gözüm benim Azərbaycanım, şirin söz
Azerbaycanım, qibləgahım mənim Azərbaycanım, səcdəgahım mənim Azərbaycanım, canım gözüm mənim Azərbaycanım, şirin sözüm mənim Azərbaycanım, qibləgahım mənim Azərbaycanım, səcdəgahım mənim Azərbaycanım. Vətənpərvərlik yalnız vətəni sevməklə bitir. Əvvəla sizə təşəkkür edirəm. Bu günləri o vətənini sevən, Qarabağ üçün, torpağı üçün əlil olan, müharibə veteranı adını qazanan bir şəxsi mənim timsalımda, yəni o insanlara Borcumuzdur. Dəvət eləmişsiniz. Xoş gəlmişsiniz. Bugün doğrudan da elə bir aktual məsələni siz bu verişə qoymuşsunuz ki, bu bizim Azərbaycanımız üçün hava su kimi lazım olan bir məsələdir. Bəli. Demək istəyərdim ki, bu hərbi vətənpərvərlik təkcə o vətənpərvər hərbidə deyil, bütün sahələrdə vətənpərvərlik olmalıdır. Bütün sahələrdə vətəni sevmək lazımdır. Harada ki, o bayrağımı və himnini qaldırır göylərə və onu oxutdurur, beynəlxalq aləmdə də bu günləri çox təşəkkür edirəm ki, bizim Füzuli müəllim Musayev 2 qat karate üzrə çempionla mən burada iştirak edirəm. Fəxrimizdir təbii ki, o vətənpəri bu insanlar ki, qaldırır himni, bayrağımızı. Məsələn, Ağdərədə, mən Tərtər-Ağdərə istiqamətində olan döyüşlərdə olmuşam. 3 dəfə yaralanmışam. O Ağdərədə Mardakeş sözünü pozub, onu ləğv eləyib, Ağdərə sözünü və bayrağı da orada icra hakimiyyətinin başına taxan o insanlar vətəni sevən insanlar kimi qiymətləndirirlər. Bəli. Və bunu da yüksək qiymətləndirərək bütün gənc nəsli hamısını vətəni sevmək və eyni zamanda onlara müəyyən mənada çatmaq üçün, torpaqların azad olunması üçün ilk növbədə gənclikdən və ilk növbədə ailədən başlamaq. Nümunə göstərməlidir. Necə ki, bizim dəqiq dünya çempionumuz Füzuli müəllim nümunə göstərərək bu günləri ona oxşamaq istəyən minlərlə gəncimiz var. Necə ki, Ağdərə istiqamətində mən başqa yerlərdə demirəm, qəhrəmanlıq göstərən insanlar. Mənim xidmət elədiyim o bölgədə 985 gün mən səngərdə olmuşum. Sadəcə olaraq o 3 dəfə yaralandığım, o hospitalda yatdığım günlər çıxsa, 900 gün səngərdə olduğum gün olur. Mənim 2 nəfər Azərbaycan Respublikasının milli qəhrəmanı adına layiq görülmüş Vəzir Orucov müavinim olub. Azərbaycanın milli qəhrəmanı Mayor Elman Hüseynov olub. Çox təəssüf ki, onlar şəhid olublar. Amma bu torpaq üçün vətənpərvər, vətəni sevən, savadlı, qabiliyyətli, öz həyatını o torpaq üçün qurban verən belə insanlar olub. Onlardan da nümunə götürən gənc nəsil olub. Bəli. O gənc nəsildə elə bilinən bu günləri onların tərbiyə olunmasında böyük rolu var. Birinci növbədə gərək nümunə göstərəsən və eyni zamanda müəyyən olan bu efirlərdə də o nümunə göstərmiş insanlar qeyd olunur. Füzuli Musayev, vətən nədir? Niyə sevməliyik vətəni? Nədir bu məfhum? Ana vətən deyirik, hər bir nəğmələrimizdə görürsünüz ki, ilk öncə ana, sonradan vətən deyirlər. Təbii ki, bu uşaqlıqdan elə o anaya olan mehribançılığı, anaya olan sevgi, elə bu da vətənə olan deməkdir ki, həmən sevgi, həmən münasibət vətən üçün də eyni olmalıdır. Və təbii ki, vətənpərvər tək vətəni sevməklə deyil, vətən üçün çalışmaq lazımdır. Mən sadəcə öz həyatımdan və mənim tutduğum yol idman olduğundan biz daha tez-tez və deyərdim ki, bizim sahəmizdə daha çox biz elə vətən üçün edirik. Düzdür,
yeri gələndə deyək ki, zamanında biz də döyüşlərdə olmuşuq və mən o vaxt 88-ci ildə polisdə çalışırdım və elə ilk öncədən müharibə başlayan kimi mən Gəncədə çalışırdım. Elə birincilərdən də biz elə Qarabağa yola düşdük və deyərdim ki, o zaman heç kəs fikirləşməzdi ki, bizim torpağımızda da belə bir müharibə olar. Ancaq yanımda getdiyim uşaqlar da hər bir kəsdə vətəni görürdüm ki, necə sevirlər. Mən həmişə çalışmışam ki, gənc, yeniyetmə uşaqları elə o yaşlarından vətəni sevdirəm. Sevdirməyin də bir yolu var. Biz idmançılarda təbii ki, özüm çıxış eləyəndə çalışırdım. Məsələn, indi deyirəm 2 qat dünya çempionu, ona gələn yollarda əziyyət çəkərək o yüksəyə qalxmaq üçün əziyyət çəkmişik və təbii ki, bayrağımız qalxanda sevinirdim ki, axır ki, mən də vətənim üçün nəsə də eləmişəm. Qaldı ki, bizim yeniyetmə gənclərimizin tərbiyəsi zaldan başlayır. O uşaqlar ki, gəlir zala, zalda mütləq bayraq asılır və himnimiz yazılır. Hər məşqə də girən uşaq birinci qapıdan içəri girən kimi bayrağı görüb ona baş əyirlər, sonradan məşqlərə başlayırlar. Bu da təbii ki, bizim ən böyük atributumuzdur ki, yeniyetmələri elə o yaşından vətəni sevdirmək. Zaman çatır, təbii ki, o uşaqlar böyüdükcə vətəni sevdirmək. Bəli, vətənə sevgi ilə böyüyürlər. Bir psixoloq kimi Elşad Səfixanova sual vermək istəyirəm. Gənc nəslin vətənpərvərlik tərbiyəsi necə olmalıdır? Vətənpərvərlik təbliğatı necə aparmalıyıq? Deməli belə, vətənpərvərlik dedikdə birincisi, əvvəla hər kəs öz işini layiqincə yerinə yetirə bilirsə, ən böyük vətənpərvərlik. Çünki vətənpərvər olan insan birinci ölkənin vətəndaşına xidmət göstərir və ölkənin vətəndaşını sevirsə, ona hər halına acıyır və ona tam dəstək olursa, ən böyük vətənpərvərçilikdir. Baxın, vətən ailədən başlayır, bizim mən deyirəm, ana vətən deyirlər. Ailə daxilində əgər ən böyük tərbiyə hal-hazırda vizual olan tərbiyə ki, insanlar görür və götürür. Nəinki deyiləni, eşitdiyini, gördüyünü götürürlər. Və ailədə yaranan vətənpərvərlik mövzusu, vətənpərvərlik mövzusunda olan söhbətlər, bu zaman uşaqlarda həmin o vətənə qarşı, bayrağa qarşı, gerbimizə qarşı daxili mədəniyyət mi deyim, vətənin bayrağına qarşı böyük diqqət mi deyim. Çünki harada fikir verən uşaqlar bağçaya gedən zaman, həm məktəblilər, harada Azərbaycan himnini eşidirlər, ayaq saxlayırlar. Çünki bunlar buna doğmadır, bunlar bunu eşidirlər. Bizim ən böyük arzumuz, ən böyük istəyimiz odur ki, birinci öz himnimizi əzbərləyək, şeirlərin öncəsində. Birinci himnimizin sözlərini əzbərləyək, vətənimizin sərhədlərini bilək, vətənimizin vətəndaşlarını sevək. Ondan sonra digər məsələlər var ortalıqda. Vətəni sevmək əlimizdəki çöpün zibil qutusuna atılmağıdır. Vətəni sevmək yaşlı bir nəslin nümayəndəsini görəndə ona qayğı və diqqətlə yanaşmağımızdır. Vətəni sevmək xüsusi qayğı olan insanlara xüsusi qayğı ilə yanaşmağımızdır. Vətəni sevmək böyüklərimizə hörmət, ehtiram hissidir. Bunların fonunda, bunların məramında insana vətən sevgisi olur. Mümkün deyil ki, insan öz atasını, anasını sevməsin, amma başqasının atasını, anasını sevsin. Hər şey özündən başlayır. Hər şeyin özülü vətəndir. Daxili dünyadan başlamalıdır. Əgər öz yaşadığımız yeri təmiz saxlamırıqsa, öz olduğumuz məkanı sevmiriksə, mümkün deyil kənar yerləri sevək. Tamamilə doğrusunuz. Hər bir qarış torpağımızı özümüzünki bilməliyik, hər bir qarış torpağımızın təmənnasını sevməliyik. Gənclər vətənə sadiq, vətəni sevən biri olmaq üçün dövlətin onlara yaratdığı imkanlardan tam mənada yararlana bilirlərmi? Əlbəttə, hər bir yaş dövrün öz maraq dairəsi var. Hər bir yaş dövrün hər bir öz düşüncəsi var. Baxın, müxtəlif yaş mərhələlərində insanlar sevgi necə qazanır? Uşaqlar
oyuncaqlar qazanır. Məktəblər məktəbin sevməklə, sinifin sevməklə, müəllimi sevməklə, yeniyetmələr artıq özünü təsdiq etməklə bu məmləkətində və böyüklər işində özünü göstərməklə qazanır. İnsanlar əvvəlcə bilirlər ki və çox gözəl bilirlər ki, insan, Marksin bir sözü var, insana insan gəlir. İnsan olduğu yerdə özünü təsdiq edə bilir. Bu məmləkətin, bu diyarın biz gənclərə müxtəlif şəraitlər yaradılmış, insanlar özlərini təsdiq edə bilsinlər. Bunun üçün müxtəlif kitab mağazaları var, hal-hazırda ölkəmizdə açılır, müxtəlif əyləncə yerləri var və idman zalları var, hədsiz sayda, hal-hazırda yaxın 10 il ərzində bəlkə də Saysız hesabsızdır. Bütün rayonlarımızda idman mərkəzləri var. Yəni gənclər sadəcə bir qalıb ki, gənclərə stimul olsun və o stimul fonunda həmin gənclər idmanla, musiqi ilə fərqi yoxdur. Hər hansı bir sahə ilə məşğul olsun və özünü inkişaf elətdirsin. Özünü inkişaf elətdirən gənc əlbəttə vətən üçün inkişaf elətdirir. Füzuli Musayev, insan vətənpərvər doğulmur, yetişdirilir. Vətənpərvər ruhda övlad yetişdirmək üçün nə etmək lazım? Mən çox şey deyə bilərəm. Mən əsası təbii ki, birincisi, özün gərək vətənpərvər olasan ki, onu o hissləri keçirə biləsən. Uşaqlara tərbiyə verəndə keçdiyin yoldan başa sala biləsən, deyə biləsən, o da qəbul eləsən. Uşaqlıqdan mən dedim ki, yəni hər bir uşağın vətənpərvər olmasında valideynlərin böyük rolu var. və tərbiyənin böyük rolu var. Ondan əlavə tək valideyn yox, çünki uşaq elə daim sizin yanınızda olmur, valideynlərin yanında olmur. Onun ikinci ailəsi, ikinci məktəbdir. Sonradan böyüdükcə onun daha da yuxarı institutdadır, harada biri oxuyursa da ali təhsil aldığı yerdədir və təbii ki, o uşaqlıqdan nə qablayıbsa da öz beyninə, o məktəbdə də onu davam eləyir. Görürsən ki, uşaq, məsələn, çox diqqət eləmişəm ki, məsələn, mənim indi hal-hazırda nəvəmdir, məktəbdə necədir, burada necədir. Məktəbini danışanda görürəm ki, istədiyim kimi görürəm bunun böyüməsini. Həm savadlı, həm vətənini sevən, sual verirsən vətənindən görürsən ki, hamısına cavab verir. O da onu demək ki, yəni bu vətəninlə maraqlanır, vətəni üçün çalışır və təbii ki, sevir. Hərdən elə onun özü elə mənə suallar verir ki, görürəm ki, o sualı mən ona verəsiydim. Məndən soruşur ki, məsələn, indi bugünkü gündə bizim durumumuz müharibə şəraitində yaşayırıq. Təbii ki, hər uşaqlarımız onu bilməlidir. Düşmanımız kimdir, dostumuz kimdir. Əfsuslar olsun ki, bu günləri biz millətdə bu yumuşaqlıq var. Biz düşmanlarımızı tez yaddan çıxardırıq. Amma əks tərəfdəki olan düşmanlarımız daimi uşaqlıqdan sizin düşmanlarınız türkdür. Yəni, indi biz onu mütləq eləməliyik. Çünki niyə? Bizim bu torpağımız üçün, vətənimiz üçün nümunə göstərən insanlar, igidlərimiz var. Mübariz kimi igidlərimiz var. Bugün mən mənliyimlə bu günləri eşitmişəm, amma tanışdığım yoxdur. İbad kimi bir igidimiz var, hansı ki, vətəni üçün çox şeylər eləyibdir. Türk dünyasının, deyərdim, igidlərindəndir. Elə kimi igidlərimiz çoxdur. Biz onları çalışmalıyıq ki, o uşaqları tərbiyədə nümunə kimi onları göstərəsən ki, bəli, mütləq o təbliğatlar da çox vacibdir. Mən elə fürsətdən istifadə edib sizə minnətdarımı bildirirəm ki, bu mövzuda bu günləri sizin verilişiniz bu mövzudədir. İnandırıram sizi, mən üz döndərib elə ekrandan bütün televiziyalara xahiş edirəm ki, vətənpərvərlik haqda daha da çox verin. Genişləndirək. Biz hamımız sevirik, musiqini də sevirik, hər bir sahəni sevirik. Hamısı lazımdır. Ən vacibi isə təbii ki, təbliğat, ən böyük təbliğat bu günləri vətəndən başlayır. Bizim balaca uşaqlarımız televiziyaya baxıb nə görsə, onda davamçısı olacaq. Bəli. Üzr istəyirəm, bir dostlarım var mənim, hərəsi bir sahənin yiyəsidir. Oturub bir söhbət eləyəndə hərdən deyir ki, sən bilirsən, sən bilmədən nə qədər uşaq idmana gəlir. Mən də istəmişəm belə olan, balaca uşaqdır da. Mən indi məsələn özüm hansısa bir bu idman sahəsində olan insana baxıb demişəm, mən də elə olmaq istəyirəm. Kimdir o sahədə? Mən təbii ki, bizim hamımızın ki, Brüslü olub, biz hamımız o Brüslünün adını çəkirik. Təbii mən də Brüslü olub, ancaq bizim özümüzün igidlərimiz var, idmançılarımız var idi ki, hansı ki, biz demirdim ki, mən güləşçi olaram, amma məsələn,
adını çəkərəm, elə Aydın İbrahimov kimi mən Gəncədənim, o Gəncədən olan yeganə idi, o vaxt dünya çempionu adını layiq gördüm. Mən də ona baxıb idmançı olmaq istedim. İndi söhbət ondan gedir ki, bu günləri gənclərimiz, yeniyetmələrimizin asudə vaxtlarını keçirəndə də, televiziya qarşısında oturanda da çox vətənpərvər verilişləri daha çox olmalıdır. Uşaq səviyyəsində də olmalıdır, böyük səviyyəsində də olmalıdır. Biz Hətta cizgi filmlərimiz də olmalıdır. Mütləq. Mən deyərdim ki, məsələn, Türkiyədə gedirsən, mən çox sevinirəm və çox sevirəm o vətənpərvərliyi göz qabağındadır. Demək olar ki, elə ev yoxdur ki, orada bayraq asılmasın. Bu onların Türkiyədə, bəli. Vətəninə sevgidir. Bizdə də artıq bu şeyləri görürsən. Allah uzaq eləsin, heç vaxt itki olmasın, ancaq bizim döyüşlərimizdə, 15 apreldə olan döyüşlərimizdə bizim vətənpərvərlik gördüm mən orada. Bizim gənclərimizin, məsələn, çıxışlarını gördüm. Bizim özümüz də bizi də millət vəkillərlə birgə gedirdik məktəblərə, görüşlərə. Orada gördüm ki, gənclər vətən üçün hamısı çıxışlar edirlər və çox sevinirdim ki, artıq bizdə də bu vətənpərvərlik yaranır. Və vətənpərvərlik də olmalıdır. Düşünürəm ki, Məktəbin də, müəllimləri də üstünə çox məsuliyyət düşür. mən çox deyərdim ki, ən böyük məsuliyyət elə məktəbə düşür. Məktəbdəki təbii ki, savadlı olmaqları vacibdir. Vətənpərvər mövzusunda hər deyərdim dərslikdə olmalıdır. Vətənpərvər mütləq olmalıdır. Mən bugün 244 nömrəli orta məktəb direktoru professor Yahya Abbasovu dəvət elədim bu mövzu ilə bağlı. Gəlmədi. Deməyək, bəlkə kiminsə hansısa bir işi olur ya və yaxud problemi olur. Bir də deyirəm ki, o vətənpərvərlik sözdə olmamalıdır. Əməldə olmalıdır. Əməlində. Bəli, canında olmalıdır. Qeyd elədilər, hər sahə, hər bir sahə, hər bir insan öz sahəsində vətəni sevməlidir. Vətəni sevmək tək o deyilir ki, biz başqa ölkələr var, məsələn, onlarda müharibə şəraitində yaşamırlar, normal yaşayırlar, amma vətənlərini sevirlər. Nə ilə sevirlər? Onların başqa hərəkətlərini indi bir-bir sadalamayaq. Məsələn, elementar bir şey deyim ki, mən özüm də dövlət işindəyəm, bu günləri mənim də 100-dən çox əməkdaş var, hansılar ki, mən rəhbəri edirəm. Mən əgər orada bunlara, bu mövzuda, bu vətən sevməyində danışmasam, mən bir rəhbər kimi mənim borcumdur vətəni sevirəm. Bəli, sizin daxilinizdən gəlir, sevə-sevə də danışırsınız. Vətən üçün hər bir insan, mən yenə də deyərəm, elə bir özümdən demək olmasın. Mən şəxsən öz payıma dünya çempionu olanda, birinci səfər 95-ci ildə Meksikada olanda, orada elan edilər, onda Azərbaycanı çox elə tanımırdılar. Meksika dünyanın o başı. Dedilər ki, beləliklə də dünya çempionu Füzuli Musayev Qazaxıstan, Azərbaycan demədilər. Azərbaycan tanımırdılar da. Gördüm bayrağımız orada, uşaqlara qışqırdım bayrağı verin. Verdilər, qaldırdım, qışqırdım ki, Azərbaycan, Qazaxıstan yox, öpə-öpə bayrağı qalxdım pedestala. Mən orada bayrağımı qaldırmaqla... Təmsil elədiniz, bəli. Bayrağımızı qaldırmış, ancaq adımızı Qazaxıstan deməyi hələ ora qədər də bilmirdilər. Bayrağı öpüb qışqırırdım ki, Azərbaycan. Mənim üçün bu ən böyük qələbə idi. Ən böyük qələbə nədədir? Söhbət onda deyil, mən o yarışlarda udduğum nəsə olacaq. Mənim qələbəm o idi ki, mən torpağımı təmsil edə bildim və layiqincə təmsil edim. Bu günləri maşallah, elə istərdim qeyd edirəm ki, Azərbaycanda hər bir sahə inkişaf elədiyi kimi tarixində göstərilməyən idmançıların inkişafı, idmana böyük qayğı var dövlət tərəfdən. Hansı ki, bu günlərdə maşallah bizim idmançılarımız da layiqincə yerinə yetirirlər, vətənlərini tanıdırlar. Bəli. Müxtəlif idman növləri üzrə. O da ondan irəli gəlir ki, elə qeyd edeyim ki, 1997-ci ildə Cənab Prezident Ali Baş Komandan İlham Əliyev Olimpiya Komitəsinin prezidenti olandan sonra böyük bir qayğı hiss elədik biz idmançılar bunu və bir gün də davam edir. O da Cənab Prezidentin daxili ruhundan irəli gəlir, çünki özü də idmançıdır. İdmanı çox sevir. Cənab Prezidentin bir gözəl sözü var, biz də onu deyirik hər zaman ki, Cənab Prezidentin sözü odur ki, şərt deyil ki, zala gələn 100 uşağın hamısı çempion olsun.
sağlam olmaqları bizim üçün, bizim millət üçün, vətən üçün vacibdir. Bəli. Ən böyük vacib olan məqamlardan biri də budur. Mən fürsətdən istifadə edib üzümü döndərirəm gənclərimizə, yeni yetmələrimizə. Mən həddindən artıq çox sevinərdim və həyatımı elə bilərdim ki, həyatımın ən böyük gözəl anları olardı ki, bizim gənclərimiz, bizim yeni yetmələrimiz və vətənini sevsin, vətəni üçün çalışsın. İnşallah. Sualım şanlı qəhrəmanadır. Vətənpərvərlik qəhrəmanlığın əsasıdır. Siz şanlı tarix, əfsanəvi qəhrəmansınız. Vətənpərvərlik sözü altında çox zaman yalnız fövqəladə qurban verməyi və davranışları başa düşürlər. Bu haqda nə deyə bilərsiniz? Bu günləri deyək ki, fiziki cəhətdən hardasa bir qolun qılçasını itirmiş insanlara qayğı olmalıdır, diqqət olmalıdır. Hansısa bir formada onlara xüsusi qayğı olmalıdır. Bəxtləri psixoloqumuz çox düzgün qeyd edər ki, o xüsusi qayğıya ehtiyacı olanlara xüsusilə münasibət bildirilməlidir və göstərilməlidir ki, onda vətəni sevərlər. Deyərlər ki, doğrudan da bu vətən üçün getdi, əziyyət çəkdi, xidmət elədi, mən də onun kimi olmaq istəyirəm. Hərbiçi, məsələn, biz öyrənmişik uşaqlıqdan, televiziyada görmüşük Mehdi Hüseynzadəni, hərbiçi, kəşfiyyatçı. Bəli, bəli. Baxmışıq, onunla formalaşmışıq, onunla hərbiyə getmişik, hərbiçi olmuşam, mən Rusiyada xidmət eləmişəm, zabit kimi xidmət eləmişəm və sonraki dövrlərdə də vətənə qaydanda bu Qarabağla bağlı ilk o batalyon yaradan və eyni zamanda o dövrki Valih Bərşadlı Müdafiə Nazirliğinə bu ordunun yaranmasında iştirak eləmiş. Bu keçdiyim yolu mən təbliğ eləməklə deyil, onu sizin televiziya, məsələn bizim Tərtər batalyonu haqqında film çəkilib, Nizami Abbasın batalyon filmi. Onu bir dənə siz Lider TV onu veribdi, Ordu günü veribdi və Bayraq günü. Yəni bunu təbliğ eləmək lazımdır ki, torpağımızın 20% düşman tapdağı altındadır. Ona bütün o vətənpərvər insanları cəlb eləmək, gərək millətini sevəsən, gərək dövlətini, torpağın üçün, hər qarış üçün o qədər səndə yanğı olmalıdır, isqır olmalıdır ki, sənin yandığından ətraf o gənclər də deyək ki, yanmalıdır. Vətən üçün, torpaq üçün millətçi olmaq lazımdır, başqa bir yol yoxdur. Çoxları belə deyirlər. Vətənə igid doğulanlar, anadan igid doğulurlar. Buna yanaşmanız nə qədər doğrudur? Hamı anadan doğulur. Əlbəttə, insan fərd kimi doğulur, müəyyən məqamlar fərdiyyət, sonra şəxsiyyət çevrilir. İnsan sosial, üç mühüm amil var ki, insanı formalaşdırır. Tərbiyə, genetika və sosial mühit. Və bunların ən başlıca sosial mühitdir. Bu sosial mühit ailədən, əlbəttə ailə müəyyən bir müddətdir və ailədən, ailə içindən çıxır və cəmiyyətə çağırır. İnsan cəmiyyətə çağırıb çıxarkən də cəmiyyətdə olanları analiz etməyə başlayır. Və siz düz olursunuz, hər kəs anadan doğulur, amma hər kəs qəhrəman, vətənpərvər ola bilirmi? Sual buradan ibarətdir. Bunun üçün nə qədər də... Tərbiyədən irəli gəlir. Füzuli Musayev dediyi kimi. Əlbəttə, tərbiyə önəmdir. Tərbiyə özü vizual görünən tərbiyə ki, əgər bir adamın müəllimi, bir adamın atası vətənini, şagirdlərini, çevrəsini, böyüklərini sevirsə, bu həmin sevgini götürəcək. Yox, əgər sevmirsə, yalan danışırsa, riyakarlıq edirsə, ikiyüzlü edirsə, öz işini tam bacarmırsa, əlbəttə həmin şeylər həmin insana yansıyır. Əks əlaqə mövcuddur insanlar arasında. Ən böyük sevgi, bir də deyirəm, insan egoist olaraq doğulur, sonra həmin o içindəki sevgini bölüşür cəmiyyətlə. Ən böyük sevgi paylaşmaqdır, insan bunu paylaşmalıdır və insan paylaşdıqca içindəki sevgi də böyüyür. Baxın, biz bundan qabaq dediyim sözə bir də qayıdıram. Əgər mən qardaşımı sevmirəmsə, mən dostumu da sevməyəcəm. Bu, özümü aldatmış olaram. Mən öz yaşadığım yeri sevmirəmsə, mümkün deyil, qeyri bir yerdə sevim. Çünki mənim içimdəki sevgi düzəlir və bu sevgi həm genetik olaraq da formalaşa bilir, həm də cəmiyyət onu formalaşdıra bilirlər. Bunun üçün təbliğat təşkilat kampaniyası lazımdır, bunun üçün çevrə lazımdır, bunun üçün nümunəvi insanlar lazımdır, nümunəvi insanların əhatəsindən düşməyi lazımdır. Ən böyük bəxti gətirən insan həyat yolunda yaxşı bir müəllimə rast gələn insandır. O müəllim ki, insana həyatı öyrədir, dərsi öyrətmir. Dərs müəyyən bir müddətlidir, bilik müəyyən bir nələrsə əldə eləmək üçündür. Ancaq
insanın içində olan vicdan hissi və təmənnası sevgi hissi insan ölənə qədər gedir və bu insandan çox insan fayda görür. Baxın, insan müəyyən bir cəhətdən zərərli bir işlə məşğul olsa, bu onun özünə ziyandır. Həm də cəmiyyətə. Biz uzaqbaşı sevdiyi insanlar, çevrəsinə. Bəli. Ancaq düşüncə baxımından adam Cəmiyyəti də nəzərə alaq da. Əlbəttə, ümumiyyətlə cəmiyyətə ziyandır. Bəli. Ona görə biz saf düşüncəli, saf əqidəli, məfkürəli insanlara yetişdirməliyik və bunu öz fonumuzda eləməliyik. Yəni, ən böyük insan beyninin, insan təxəyyülünün formalaşması nağıllardan başlayır. Əvvəllər nağıl kitabları daha çox oxunur uşaqlara. İndi isə uşaqlar nağıl kitablarını daha çox vizual olaraq televizor qarşısına keçirirlər və televizor bizə hazır material verir. İnsan oturur mənimsəyir hazırı. Amma nağıllar bizə öz təxəyyülümüz gücünə, öz mənimsəməklə öz ideallarımızı yaratmaq şansı verir. Baxın, indiki insanlar pragmatik insanlardır. Hazır görür və götürür. Uşaqlardan birəm, əlbəttə. Amma Baxır kim necə mənimsəyir. Düşünərək mənimsətmək, insanlara danışmaq, danışaraq həmkar olmaq, pis olan həkimlərin daha çox tövsiyəsi odur ki, uşağa danışmayın. Uşaqla danışın. Yəni, uşaq bu sualı versin, suala cavabı alsın. Çünki uşaq mümkün deyil, yer üzündə bir uşaq olmasın, soruşmasın. Bura haradır, yarpaq niyə tökülür, günəş nədir, bura evimizdir, vətən nədir, bayraq nədir? Bəli, onlar üçün hər şey maraqlıdır. Çünki ilk 6 yaşa qədər insan şəxsiyyətinin 50%-dən artıq formalaşır. Biz 6 yaşa qədər bayrağımızı, gerbimizi və himnimizin sözlərini, vətənimizin sərhəddini, bayrağımızın rənglərinin mənasını başa salırıqsa, o ömür boyu onun yadında qalacaq. Necə ki, Ayıb bir qan xoruz 80 yaşlı adamın yadında qalır. Baxın, biz bunların üzərində işləməliyik ki, bizim uşaqlar da o ruhda böyüsünlər. Əgər evdə valideyn Azərbaycan himni səslənəndə ayağa durursa və ya himni deyirsə, bunu uşaq da götürəcək. Yox, əgər onu eləmirsə, əlbəttə uşaq da onu eləməyəcək. Siz evdə himn səslənəndə ayağa durursunuz? Əlbəttə. Nə gözəl, nə gözəl. Füzuli Musayev, gənclərin milli mənlik şuurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik ruhunun artırılması üçün daha hansı tədbirlər görmək ehtiyac duyulur? Mən düşünürəm ki, artıq yaş həddi var. Görürsünüzmü, 18 yaşa çatandan sonra gənclərimiz əsgərliyə gedir. Onlar artıq gedir vətənə qulluq eləməyə, vətəni qorumağa. Mən düşünürəm ki, elə orta məktəbdə ən azından heç olmasa uşaq 10, 12, 15 yaşa qədər olan uşaqları mütləq döyüş bölgəsinə demirəm, heç olmasa o zonaya yaxın aparıb göstərmək lazımdır. Əsgərlərlə ünsiyyətdə olmalıdır. Mütləq o gənclərimiz bizim hansısa hərbi hissələrdə olmalıdır. O hərbi hissədə uşaqları görməlidir ki, bunun da gələcəyi belə olmalıdır. Nümunəvi hərbi hissələrimiz çoxdur, ora aparmaq lazımdır. Bax, şəxsən mən öz fikrimi deyim, bizim bəzi idman sahəsindən insanlar, idmançılarımız gedirlər. Mən bunu sevmirəm, belə şey eləməyə, deməyə də xoşuma gəlmir. Gedirlər, məsələn, hansısa bir döyüş bölgəsinə və yaxın hansısa hərbi hissəyə, o zaman şəkillər çəkdirirlər, o zaman onu paylaşırlar. Bu, mən deyərdim ki, bu nə qədər vətənpərvərlik deyil, ancaq vətəni, göstərir ki, vətəni sevir. Bu, həmən dediyimiz söz, sözlə yox, əməlinlə. Əməllə, bəli. Ona görə də mən düşünürəm, uşaqlarımızın gələcəkdə vətənini sevmək üçün bu addımlar mütləqdir. Orta məktəblərimizdə vətənpərvərlik dərsləri çox olmalıdır. Vətəni sevmək üçün mütləq onlar olmalıdır. Biz tariximizə baxırıq, tarixdən oxuyuruq, tarixdə kimlər olubdur, bizim dövlətimizin tarixində, özümüzün tariximizdə, başqa ölkələrin tarixində baxırsan, oradan təbii ki, qəhrəmanları seçməlidirlər. Hər bir kəs təbii ki, oxuyanda qəhrəman seçir, özünü onu oxşatmaq istəyir. Və bu məktəblərdə təbliğ olunmalıdır. Və mən dediyim kimi, qeyd elədiyim kimi, mütləq istər qız, istər oğlanı mütləq aparılır. Düzdür, bizdə əsgərliyə qızlar aparmırlar, ancaq o şərt deyil ki, onlar əsgərlikdə olmalı. Onlar da o şəraiti görməlidir. Görməlidir ki, vətənini qoruyan uşaqlarımız nə səviyyədədir, necədir. İndi bu günləri maşallah
Əskərlərimiz maşallah deyirəm, niyə? Çünki bizim güclü ordumuz var. Odur ki, bizim güclü ordumuzu da bizim o gənclərə mütləq göstərmək lazımdır. Bəlkə onların sıralarından çoxları hərbiçi olmaq istəyəcək, fikirlərini dəyişəcək. Mütləq vətəni sevmək üçün bu addımlar atılmalıdır. Füzuli müəllim çox dəqiqliklə izah elədi. Bunların hamısının yekununda demək istəyirəm ki, vətəni sevmək eyni zamanda intiqam hissi olmalıdır insanda. 1722-ci ildən bizim torpaqları parçalaya-parçalaya gəlib bugünə çıxmışıq. Niyə ora intiqam hissimiz olmuyor? 94-cü ildən atəşkəs dövrüdür. Yəni 26 ildir bu günləri həsrətlə baxırıq o torpaqlara. Bütün sərhədlərimiz də öz torpaqlarımızdır. Dərbətdən, İrandan, İrəvan filan. Azərbaycan yeganə dövləti öz halal torpaqlarından Tamamilə. həm sərhəd. Mən demək istəyirəm ki, mən niyə nifrətim var bu düşmənə? Mənim intiqam hissim var. İnşallah əminik ki, intiqamınızı da alacaqsınız. Mütləq. Çünki 92-ci ildə almışamsa da, amma bu azdır. Torpaqlarım hələ bu günlər. Fərman Kərimzadənin oxuduqlarım, gördüklərim və yazdıqlarım, orada yaxında samavarı deyək ki, bizim Azərbaycanın Türkün belinə bağlayıb, o duyur, bəli, o duyur. O mənzərəni təsəvvür yaradan, mənim qanımı hopduran belə yazıçılarımız. O gəldi, Tərtərdə rəhmətə getdi. 91-ci ildə çıxış edəndə vətən deyə başını yerə qoydu. Onun tabutunu mən düzəltdirdim. Yəni bu insanı görə mən yetişdim və intiqam hissi yarandı məndə. Eləcə də Vəzir Orucov milli qəhrəman, eləcə də Elman Hüseynov ədalət başlayır. Allah rəhmət eləsin şəhidlərimizə. Yəni bunlarda da Füzuli müəllim, ümumiyyətlə o gənclər vətəni sevmək bu hələ azdır. Yəni torpaqları azad eləmək və yaxud da düşmənə güc gəlmək intiqam hissi olmalıdır. O intiqam hissində siz televiziya işçiləri yaratmalısınız. Elə şeylər göstərməlisiniz ki, mənim övladım, nəvəm və yaxud da ki, Füzuli müəllimin övladı, nəvələri ruhlansın ki, bəli, doğrudan vəzirə oxşamaq lazımdır, İbad Hüseynova oxşamaq lazımdır, Ədalət Paşayeva oxşamaq lazımdır. Bunları, o intiqam hissini yaratmaq lazımdır. Sözüm bura qədər. Sonda vətənpərvərlik haqda kim atalar sözü deyə bilər? Vətəni sevməyən insan olmaz olsa da olsa. Yağış torpağa qarşında palçıq olur, kan torpağa qarşında vətən. Güzlü müsahib. Vətən sənətdən. Buyurun, vətəndən danışırsınız. Bir atalar sözü deyin. Yox, o Təbii ki, vətəni El igidləri ilə tanınar. vətəni sevməyən demək olar ki, o həyatda mən elə düşünürəm, vətəni sevməyən, anasını sevməyən o həyatda yaşamır. Bəli, bəli. Vətən üçün ölmək yox, öldürmək lazımdır. Maşallah. Bu qədər. Sözü verək musiqiyə. Təşəkkür edirəm. Səid Əlizadə, buyurun, növbəti mahnınız yəqin ki, yenə də vətənpərvərlik haqqında olacaqdır. Yaşayan şəhid deyirlər ona. İbad Hüseynli haqqında mənim 14 və bu Aslan Pəncəli İbad adlı bir disk buraxılıb. Bir il onun sözlərini çarpıcı. Və buradan bir nümunə olaraq, yəni biz gənclərə vətəni sevdirmək üçün belə insanlara təbliğ olunmalıdır. Ona görə də belə bir daha mahnı. Buyurun, buyurun, böyük məmnuniyyətlə. Mən Biz də bir sizi atalar dinləyirik. sözlüyüm, vətəni azad eləmək vaxtıdır. Əla, bu sizin atalar sözünüzdür. Alqışlayırıq. Uzatmaq olmazdı. Çünki Qarabağsız Azərbaycan yoxdur. Ürəkdən bağlandın ana vətənə, vətən müqəddəsdir, əzizdir sənə. Yeridin inamla düşmən üstünə, əyilməz, yenilməz qəhrəman İbad. Sən öndə dayandın hər zaman İbad, əyilməz, yenilməz qəhrəman İbad. Sən öndə dayandın hər zaman İbad. Əzəldən sadiqsən vətən andına, vaxtında yetişdin onun dadına. İgidlik yaraşır sənin adına, İgidlik yaraşır sənin
qəhrəman ibad. Sən öndə dayandın hər zaman ibad. Taleyin belədir, yolun bax budur. Ürəyin millətə, xalqa bağlıdır. Əməlin şərəfli, yolun nurludur. Əyilməz, yenilməz, qəhrəman ibad. Sən öndə dayandın hər zaman ibad. Əyilməz, yenilməz, qəhrəman ibad. Sən öndə dayandın hər zaman ibad. Millətin istəyi, diləyi oldun. Vətənin döyünən ürəyi oldun. Döyüşdə hər kəsin köməyi oldun. Döyüşdə hər kəsin köməyi oldun. Əyilməz, yenilməz, qəhrəman ibad. Sən öndə dayandın hər zaman ibad. Əyilməz, yenilməz, qəhrəman ibad. Sən öndə dayandın hər zaman ibad. Əyilməz, yenilməz, qəhrəman ibad. Sən öndə dayandın hər zaman ibad. Əyilməz, yenilməz, qəhrəman ibad. Sən öndə dayandın hər zaman ibad. Çox sağ olun, sağ olun. Allah İbad Hüseynova da can sağlığı versin, arzuları çin olsun. Onun da daxilində, ruhunda Qarabağ ruhu var. İnşallah Qarabağ bizim olar, az qalır. Tariximizin hansı səhifəsini vərəqləsək, orada igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gəlirik. Çünki yaşadığımız torpağı qorumaq üçün vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyin şərtləndirir. Əsl vətənpərvərlik isə vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində nümayiş etdirir. Məhz buna görə də vətənpərvərliyin meyarı söz ilə əməlin üst-üstə düşməsidir. Bəli, atalar əbəs yerə deməyiblər ki, bu dünyada şirin şey bir anadır, bir vətən. Bizə yaradılan təşkilati dəstək üçün Hollywood Sarayının rəhbərliyinə öz təşəkkürümüzü bildiririk. Sağ olun, gələn görüşlərə dək.